Azərbaycan dili birinci başa salınır. Ayten ders oxuyur. Ayten ders. Bu sakit. Adi cümlədir. Nedir? Oxuyur. Kim? Ayten. Nəyi oxuyur? Dərsi oxuyur. Cümlədə mübtədadır. Bu cümlədə xitab yoxdur. Cümlədə Ayten sadə mübtədadır. İndi deyirəm Ayten vergül dərsi oxu. Nəyi oxu? Nəyi? Dərsi. Yox. Xitab mübtədadan fərqi odur ki, xitab cümlədə vergüllə ayrılır. Əgər mübtəda kimi biz cümlə üzvü təhlil ediriksə, o xitab deyil. O adicə mübtədadır. Amma vergüllə ayrıldısa, o xitabdır. Ayten dərsi oxu. Xitab cümlədə müraciət olunan şəxsi bildirir. Mübtədadan fərqimiz odur ki, cümlədə gördüyünüz vergül zat yoxdur. Deməli, bu cümlədə xitab yoxdur. Cümlədə gördüyünüz vergül var. Vergülla ayrılıb. Deməli, bu cümlədə xitab var. İndi mənim üçün onun ingilis dilində fərqi nədir? Əhəmiyyəti nədir? Onu izah edirəm. İndi deyirəm ki, Ayten dərs oxuyur. Reads. Misal üçün, e-book. Reads e-book. Deyirəm, Ayten dərsi özü oxuyur. Ayten nədir? She'dir. Yuxarıda yazıram she. Komplektdə nə olacaq? Herself. Ayten reads a book herself. Cümlədə xitab olmayanda özünə uyğun komplekt yazılır. Amma əgər cümlədə xitab varsa, xitab təkdədirsə, yourself, xitab cəmdədirsə, oğlanlar sakit durur. Neynədir? Oğlanlar cəmdə idi. Cəmdə olarsa, yourself-la olur. İndi baxaq. Deyirəm, Ayten müraciət etdim. Vergül. Read a book. Kitabı özün oxu. İndi vergül var mı? Yourself. İndi bildiniz ingilis dilində xitabın qayıdış əvəzliklərində böyük rolu nədir? Vergülü gördünüzsə, təkdədirsə, yourself yazacaqsınız. Aha, cəmləyə danışacaq. Vergül yoxdur, cümlədə mübtədadır mı? Herself yazacaqsınız. İndi gəl bax. Yox, vergülün ayrılmışam. Themselves. Oğlanlar kitabı özü oxuyur. Themselves. Oğlanlar kitabı özü oxuyur. Boys read a book themselves. İndi cümlədə xitab qoyuram. Boys, vergül, uca xitab oldu. Read a book. İndi nə yazıram? Xitab cəmdədir. Yourselves. Görürsən, burada mübtədaydı. İsmin cəminə uyğun olaraq Z ilə themselves yazdım. Burada xitabdır, yourselves yazdım. Bu, uşaqlar, imtihanda da çox düşən bir mövzudur, çaşdırıcıdır deyə. Bu barədə çox ehtiyatlı olursunuz.